Tak, deməli, evlə bağlı, yəni sırf ev sözü ilə bağlı da gündəlik istifadə etdiyim sözləri yenə təkrarlayaq. Deməli, ev necə oldu? Evdə. Deməli, ev, dom, evdə, doma. Evdən. Evdən. Ay sağ. Mən evdən çıxıram, o evdən işləyir. Necə deyəcəksiniz? Iz doma. Ay sağ. Evə. Bunu evə sifariş edirəm. Mən evə gedirəm. Evə. Домой. Yox, домой. Evə домой deməkdir. Домой. Evə домой. Bəli. Evə домой deməkdir. Sonra mən yaxınlaşıram evə. Mən yaxınlaşıram evə. Deməli, burada çətin sənə gələ bilən yaxınlaşıram sözüdür, düzdürmü? Səncə necə olacaq? Bəlkə hansısa bir öz fikrim var. Mən yaxınlaşıram evə. Подхожу. Подхожу. Bəli, mən yaxınlaşıram evə. Yo. İndi fikir ver. Mən yaxınlaşıram evə deyirsiniz, düzdürmü? Ya подхожу evə. Yəni evə doğru, evə yaxın. Əgər hansısa cansız yerə yaxınlaşmağı göstərirsənsə, ev olmasın, mağaz olsun, salon olsun, məktəb olsun, hara olur olsun. Burada k qoşmasından istifadə edəcəksiniz. Ya подхожу evə. Necə olacaq burada? Bəli. К дому. Я подхожу к дому. Я подхожу к дому. Bəli. Я подхожу к дому. Mən evə yaxınlaşıram. Deməli, ev, dom, düzdürmü? Evdə, doma. Evdən, iz doma. Evə, домой. K domu evə yaxın, yəni istiqaməti göstərirsən. Düzdür? Gəl indi bunlar boşuna qalmasın deyə səninlə cümlələr quraq ki, görəsən həqiqətən də gündəlik həyatda çox lazım olan sözlərdir.